Salam uşaqlar. Mən Qarabağın oyununa ayın 21-i gələcəm baxmağa. Qarabağ Frankfurtla qarşı oynayır. Mən də çox istəyirəm ki, Qarabağ udsun. Qarabağın udmağı üçün mən dediklərimi Qarabağ eləməlidir. Birincisi ki, Qarabağın hücumçusu Kamilo Durandır. Amma 80-ci dəqiqələrdə olanda da orada Nərmanı çıxartmır. 60-cı dəqiqə olanda Kamilo Duran'ın Nərmanın əvəzini çıxardır. Nərman isə mən demirəm, o çox pis futbolçudur. Prosta onun ayağını top düşəndə onu rezultativ esin eləyəmir. Onun üçün lazımdır ki, Nərmanı bu oyunda heç çıxartmasın meydanda. İkincisi, Qarabağa lazımdır ki, Aday ilə Subirin yerini dəyişsinlər. Çünki Aday uzaqdan vurur, çox vaxtı da Aday uzaqdan vuranda o gol olur. Amma Subir isə o gol vuran oyuncu deyil, o lap çox da allatmağı sevir. Aday da alladır, amma Aday da ən yaxşı funksiyası udar vurmaqdır. Onun üçün lazımdır Adayını qoymağı ortaya və Subiri də sola. Burada hamı deyir ki, Aday pis oynayır. Pis oynayırsa, o da pis oynamır, prosta qurmanın fikirləri elədirsə, onda Montiel'i ortaya qoysun, sola qoysun Subiri və sağa da qoysun Leandronu. Elə sastavla Qarabağ uda bilər. Hücumçu da həmişəki kimi olsun Kamilo Duran. Üçüncü punktda da isə lazımdır. Qarabağ hücumla lap da oynamasın. Görür ki, hələ bir Kamilo Duran buradadır. Ona pas verirlər. Orada oyuncular oradadırsa o allatmasın. Çünki o çox alladan və elə oradan alladan uzaqdan verən oyuncu deyil. Görür ki, hansı oyuncu orada boşdur, o oyuncuya götürsün pas atsın. Ya da o uzun perirdəki atamırsa, Aday'a versin, ya da Montiel'e versin. Onlar onu rezultativ Akançanyanla eləyə bilərlər. Bir də Montiel ya da Aday, onlar ikisi də yaxşı udarı vururlar da. Onlar isə vuranda, o çox vaxtı bir də dostluq oyunlarda Montiel vuranda nə qədər 90-lığa gol vurdu. Adayla meydanı çıxartmadılar, amma Aday da məncə Montiel'in əvəzində olsaydı, o da vura bilərdi qolu. Sizcə bu oyunda necə udacaqlar? Mən dediyim kimi indi hamısını eləsələr, məncə Qarabağın 90% var ki, udsun. Dördüncü punkt. Qarabağa ən vacibi lazımdır ki, Zaşitaya bir dənə oturmasınlar da. Elə lazımdır ki, yarım müdafiəçi və Zaşit olsunlar. Hücumda da onlar laf çox oynamırlar. Amma ən vacibi onlarda lazımdır yarım müdafiəçi və müdafiəçi. Bir də Kamilo Duran o yaxşı qaçır. O qabaqda olsun, offside tərəfdə yox. Bir-biri oyuncu tərəfdə. Oradan da kimsə onda dilinə piridaç atsın, onun ayağına düşsün, o da bir yaxşı qaça-qaça vursun. Ya da özü vurmasın, görür ki, yanında oyuncu varsa ona da atsın. Amma ən vacibi ki, offside düşməsin. Çünki offside düşsə, o gol olmayacaq. Və Qarabağın azərkeşləri sevinməyəcək. Onun üçün lazımdır ki, Qarabağ elə momentlərdə ya gol vursun, ya da pas versin, o birisi oyuncusu gol vursun. Mən Ajax'la oyuna getmişdim. O oyuna gedəndə mən Qarabağın səhvlərini gördüm. Son olaraq sənin düşüncən nədir Timur İlgiyev? Mənim düşüncəm ondadır ki, Qarabağda ən vacib sastav elə olmalıdır ki, Qarabağ bir dənə ya hücumda, ya da Zaşitada yatmasınlar. Onlarda lazımdır ki, və yarım müdafiəçi ən vacibi. Çünki onlar çox vaxtı bir də Ajax'la oyunda orada yarım müdafiəçilər bir də Yankovic top itirmişdi. Bəs bu oyunda səncə şot necə olacaq? Mənim üçün, indi belə dediyim kimi hamısını, Qarabağ hamısını eləsə, Qarabağ məncə 400 eləyə bilər, 3-2 eləyə bilər şotu. 400 laf çoxdur, Qarabağ çox da gol vurmur. 3-2 oyunu eləyə bilər. İnşallah. 21-i görüşərik. 21-i görüşərik. Hamıya sağ olsun. 21-i yəqin ki, Qarabağ udar.